Salam hacı, Ramazan ayına necə hazırlaşaq? Aleyküm salam. İnşallah bu gecə mübarək ay, yəni şəhrullah, Allahın ayı öz rəhməti ilə, məğfirəti ilə, bərəkəti ilə, bütün gözəlliklərlə daxil olur və Allah hər birimizi bu ayda oruç tutmağa müvəffəq eləsin və inşallah bu ayda insanlar özləri üçün proqram qurmalıdırlar. Bu ay ki, bu gecə daxil olur və bu gecə insanlar niyyət eləməlidirlər və niyyəti istəsə, məsəl üçün hər gün üçün elə bilər və yaxud istəsə ki, məsəl üçün mən bir ay ərzində Ramazan ayının orucunu tutaram qürbətən iləllah və bir gün, yəni bu gecə edilən niyyət gecəsidir ki, və bir ay boyunca bəs edir və ehtiyac yoxdur ki, ondan sonra insan hər ay üçün niyyət eləsin. Və bu ay daxil olandan sonra insanlar bu ayda təkcə ac qalmaqla, yəni kifayətlənməməlidirlər. Yəni mən səhər durdum, imsak elədim, axşam iftara qədər mədəmi boş saxladım, ac saxladım. Bu orucun fiqh tərəfidir, yəni günün müəyyən saatında insanlar özlərini yeməkdən, içməkdən saxlayırlar. Amma insan gərək bütün vücudu ilə oruc olsun, bütün insanın əzaları oruc olsun, insanın ruhu oruc olsun və bu ayın feyzindən insan özünü binəsib etməməlidir. Yəni Ramazan ayının həm fiqh tərəfini, həm də onun mənəvi tərəfini insan əldə etməlidir. Və bu ayda Mütəallə Allah insana nələri təqdir edib, əgər insan onu görsəydi və dərk eləsəydi, heç vaxt öz şükür duyğusundan geri qalmazdır. Allah bu ayda edilən bütün ibadətləri, tutulan bütün oruçları öz dərgahında ali dərəcədə qəbul eləsin inşallah.